Hmm. Salam. Sesimi eşidirsiniz? Bəli, axşamınız. Aşağınız gelir. Aha, əla. Ümid edirəm slayd sizdə görünür. Öncelikle özümü təqdim edim sizlərə. İsmailova Aytaç, psixoloq, psixoterapevt, təlimçiyəm. Bugünkü seçdiyim mövzu özgüvən eksikliyidir. Bununla bağlı sizlərə təlim keçəcəm. Suallarınız olarsa chat bölməsinə yazın. Axırda suallarınızı cavablandıraram. Bir də axırda kiçik bir test işləyəcəyik özgüvən eksikliyi ilə. Hər təlimin sonunda mən işlədirəm. Düşünürəm ki, maraqlı olur. Ona görə bu gün də özgüvən eksikliyi ilə bağlı sonda test işlətməyi düşünürəm. İndi özgüvən eksikliyi nədir? Özgüvən eksikliğinin xüsusiyyətləri, yaranma səbəbləri nələrdir? Özgüvən nədir? Bunlar haqqında danışacağıq. Başlayaq özgüvən nədir? Özgüvən nə? Sesim zəif gəldiyi zaman chat bölməsinə yazarsınız, mən düzəliş edim. Tamam? Başlayaq. Özgüvən nədir ilk öncə? Yəqin ki, çox adam bilir özgüvən nədir, amma yenə də mən bir açıqlama, psixoloji bir açıqlama edeyim. Özgüvən ümumiyyətcə psixologiyada özgüvən özünə qarşı pozitiv reallığa uyğun münasibət, özünü qəbul etmə bacarığı kimi izah olunur. Yəni insan həm güclü, həm də zəif tərəflərini görür, amma buna baxmayaraq özünü dəyərsiz hiss etmir. Özgüvən insanın öz dəyərinə, qabiliyyətinə, qərarına, düşüncəsinə inanması, yəni özünü kifayət qədər güclü, dəyərli hiss etməsi deməkdir. Bunun tam əksinə biz özgüvən əksikliyi deyəcəyik. Özgüvən əksikliyi haqqında ətraflı birazdan danışacağam. Amma ilk öncə özgüvəndən danışmaq istədim ki, özgüvən əksikliyinə oradan davam edək. Özgüvənin formaları var. Üç forması var. Real forma, süni forması var. Bir də dediyim kimi özgüvən əksikliyi deyirdim ki, bu aşağı özgüvən forması var. Yəni üç özgüvən var. Biz hər özgüvənli görünən insana özgüvənlidir deyə bilmərik. Özgüvən əksikliyini, yəni özgüvənin daha doğrusu bu formalarına diqqət yetirməliyik. Özgüvənin dedik ki, real, süni, aşağı özgüvən forması vardır. Real özgüvən sağlam özgüvəndir. Real özgüvən. İnsan nə bacardığını, nə bacarmadığını bilir. Yəni sağlamdır. İnsan burada özünü tənqid etmir. Özünü başqaları ilə müqayisə etmir, öz inkişafına fokuslanır. Süni özgüvəndə isə özünü çox böyütmək, başqalarını kiçiltməklə özünü dəyərli hiss etməyə çalışmaq. Əslində içində dərin qorxu, narahatlıq vardır süni özgüvəndə. Yəni kənardan özgüvənli görünməyə çalışır, amma daxildə özgüvənli şəxs deyil. Sadəcə kənardan maskalanmağa çalışır ki, ətrafdakı insanlar onun içindəki qorxunu görməsin. Üçüncü olaraq aşağı özgüvən. Aşağı özgüvən öz fikrini deməyə çəkinmək, tənqid və rədd edilməkdən qorxmaq, daim başqalarının təsdiqini gözləmək. Bu tip insanlarla çox rastlaşırıq. Məsələn, ətrafınızda illaki deyəcəyim tipdə insan olacaq. Məsələn, siz danışırsınız. Siz danışdığınız zaman, aha, təsdiqləyirəm, düz deyirsən. Çünki bu tip insanlarda öz düşüncəsi yoxdur. Ya da öz düşüncəsi varsa belə, öz düşüncəsini deməkdən çəkinir. Niyə? Çünki öz düşüncəsini deyərsə tənqid olunmaqdan qorxur. Tənqid olunmaqdan qorxduğu üçün də bu insanlar öz düşüncələrini deməkdən çəkinirlər. Özgüvənli insanın xüsusiyyətləri. Öz fikrini rahat ifadə edir. Xəta etdikdə bunu qəbul edir və öyrənir. Başqalarının fikrindən asılı olmur, xeyir deməyi bacarır, özünü dəyərləndirir, şəxsiyyətinə hörmət edir. Yəni özgüvənli insan daha sağlam yanaşır. Keçid edək digərinə. Özgüvən əksikliyi nədir? Sadaladıqlarımın əksi özgüvən əksikliyi sayılır. Yəni, insanın öz bacarığına, dəyərinə, qərarlarına inanmaması. Bayaq dedik, inanması bu özgüvəndir, amma inanmırsa artıq bu özgüvən əksikliyi sayılır. Yəni, özünü kifayət qədər yaxşı görməməsi halıdır. Bu zaman insan daxilində mən bacarmaram, mən dəyərli deyiləm. Burada mən bacarmaram, mən dəyərli deyiləm artıq insanların təməl inanclardır. Yəni əsas inanclar formalaşmış, şuur altında artıq həmin o düşüncələr formalaşır. Yəni mən bacarmaram, mən dəyərli deyiləm. Digərləri məndən yaxşıdır kimi düşüncələr sahib olur. Psixoloji izah olaraq özgüvən eksikliyi uşaqlıqdan formalaşan mənfi inanclardan, tənqid və müqayisələrdən qaynaqlanır. İnsan zamanla özünü qeyri-kafi hiss etməyə başlayır və bu həyatın bir çox sahəsinə təsir edir. Münasibətə, işə, qərar verməyə, emosional sabitliyə.
Özgüvən eksikliğinin əlamətləri. Özgüvən eksikliğinin ümumiyyətcə əlamət olaraq üç əlamətini yazmışam. Səbəbini deyəcəm. Düşüncə əlamətləri, emosional əlamətlər, davranış əlamətləri. Ümumiyyətcə psixoloq olaraq bizim işlədiyimiz bir texnika var ki, CBT texnikası. CBT texnikası ilə biz pasientin daha çox düşüncəsi, emosiyaları və davranışlarını izləyirik. Niyə? CBT texnikasının əsas modelidir bu. Düşüncə, emosional, bir də davranış. Çünki əsasda, kökdə, yəni düşüncələrimiz yatır. Biz düşüncələrimizə uyğun olaraq emosiyalar göstəririk və emosiyalara uyğun olaraq da davranışlar sərgilirik. Və davranışın nəticəsində nəticə ortaya çıxır və bu nəticə təkrar edir. Yəni eyni dövrə təkrarlanır. Ona görə biz pasientdə əsasən düşüncəni dəyişdirməyə çalışırıq. Çünki düşüncə dəyişərsə, hisslər də dəyişəcək və davranışlar da dəyişəcəkdir. Düşüncə əlaməti olaraq özgüvən əksikliyinin əlamətləri. İlk olaraq mən bacarmaram. Məndən olmaz kimi düşüncələr. Özünü daim digərləri ilə müqayisə etmək bu özgüvən əksikliyinin əlamətlərindəndir. Tənqid gələcək deyə hərəkətə keçməmək, tərifləri qəbul edə bilməmək. Düşünür ki, bu tip insanlar mən buna layiq deyiləm. Özgüvən əksikliyi olan insanlar. Yox, o qədər də yaxşı deyiləm. Yəni öz etdiyi işləri kiçiltməyə başlayırlar. Uğuru şansa və ya başqalarına bağlamaq. Əgər səhv etsəm məni sevməzlər kimi qorxu əsaslı inanclar. Öz dəyərini görməmək, daxildə dəyərsizlik hissləri olur. Emosional əlamətlərinə keçdikdə isə dediyim kimi, biz bir düşüncəyə sahib oluruq və həmin düşüncəyə əsasən emosiyalarımız yaranır. Emosional əlamətləri daim narahatlıq və gərginlik hissi, uğursuzluq qorxusu, özünü ifadə edəndə utanma və sıxılma, tənqid, rədd edilməyə həddindən artıq həssaslıq, özünü sevməmək, qəbul etməmək, daim təsdiq axtarma ehtiyacı, doğrudur, belə etsəm səncə pis olmaz ki. Davranışa gəldikdə isə davranış əlamətləri, qərar verməkdə çətinlik. Xeyr deməkdə çətinlik. Xeyr deməkdə çətinlik daha çox olur özgən əksikliyində. Çünki düşünür ki, bu tip insanlar mən əgər xeyr desəm, qarşımdakı insan, yəni rədd ediləcəm qarşımdakı insan tərəfindən və ya tənqid olunacam. Yəni xeyr niyə dedim mən? Başqalarını incitməkdən qorxmaq, uğur fürsətlərindən qaçmaq, təxirə salmaq, perfeksionist davranışlar, hər şeyi mükəmməl etməyə çalışmaq, sosial vəziyyətlərdən uzaq durmaq, utanmaq, danışmağa çəkinmək, özünü başqalarına sübut etməyə çalışmaq, daim başqalarının fikrinə uyğunlaşmaq, dediyim kimi. Əsasən özgüvən əksikliyi olan insanlarda başqalarının fikrinə uyğunlaşmaq daha üstün davranış əlamətlərindən təşkil edir. Özgüvən əksikliyi olan insan düşünür, hiss edir, davranır elə bir şəkildə ki, sanki özünə inanmaq təhlükəlidir, amma əslində bu keçmişdə formalaşmış yanlış inancların nəticəsidir və bunu dəyişdirmək bəli mümkündür. Yaranma səbəbinə gələk. Elə əsas yaranma səbəbidir. Necə yaranır? Sonra hansı yaşlarda yaranır? Yaranma yaşı varmı? Bunlar haqqında danışım. Yaranma səbəbləri özgüvən əksikliyinin yaranma səbəbi adətən uşaqlıq dövründə formalaşır. Demək olar ki, bir çox psixoloji problemlərin kökü uşaqlıqdan yaranır. Özgüvən əksikliyi də 90% deyərdim ki, uşaqlıqdan yaranır. Təbii ki, artıq böyüdükcə sosial mühit, yəni ətraf mühit də buna təsir göstərir. Əgər özgüvən əksikliyi varsa, ətrafdakı insanlar da bunu tetikləyir. Özgüvən əksikliyinin yaranma səbəbi adətən uşaqlıq dövründə formalaşır, amma sonrakı həyat təcrübələri ilə daha da güclənə bilir, yenə dediyim kimi. Uşaqlıqda tənqid və müqayisə. Tənqid müqayisə olunan şəxslər. Uşaq daim niyə bacın kimi oxumursan, hər şeyi səhv edirsən. Baxın, bu bir şeyə səbəb ola bilər. Əgər uşaqlıqdan daim tənqid olunursa, müqayisə olunursa, ya özgüvən əksikliyi yaranır, ya da perfeksionizm yaranır. Perfeksionizmlə bağlı bilmirəm, təlimimdə iştirak etmişdiniz ya yox. Orada təlimdə perfeksionistlər haqqında danışmışdım, yəni mükəmməliyyətçi şəxslər haqqında. Onu da dedi ki, kökü uşaqlıqdan yaranır. Daim tənqid edilən şəxslərdə bu baş verir, yəni perfeksionizm. Necə yaranır? Yəni valideyn hər zaman tənqid edir, müqayisə edir və uşaqda artıq mükəmməliyyətçilik yaranır. Bir də valideyn niyə 5 deyil də 4 almısan uşağa deyir. Artıq uşaqda bunda formalaşır ki, demək ki, mən sadəcə 5 alarsam mükəmmələm, 5 alaramsa sevilərəm. Onda uşaqda mükəmməliyyətçilik yaranır. Ya da uşaqda
Özgüvən eksikliyi yarana bilər. Bu artıq uşağın seçimindən asılıdır. Uşaq hansına, yəni müdafiə mexanizmi olaraq uşaq perfeksionizm seçir, yoxsa özgüvən eksikliğini seçir. Bu da bizim müdafiə mexanizmimizdən asılıdır. Uşaqlıqda tənqid müqayisə, uşaq daim niyə bacın kimi oxumursan, hər şeyi səhv edirsən kimi sözlər eşidirsə, zamanla mən kifayət qədər yaxşı deyiləm inancı formalaşır. Nəticədə insan böyüdüyü zaman özünü başqaları ilə müqayisə etməyə başlayır, içindəki səs onu daim tənqid edir. Sevgi və qəbulun şərtlərlə verilməsi, valideyn və baxıcı, əgər belə davransan səni sevərəm. Bayaq perfeksionizmə bağlı dediyimə gəlirik. Yəni bu kimi mesaj verirsə, insan dəyərliliyini hər hansı bir şərtə bağlı olaraq hiss edir. Bu da öz halımla yetərli deyiləm düşüncəsini yaradır. Dediyim kimi, ya özgüvən əksikliğini seçir, ya da perfeksionizm. Travmatik təcrübələr. Məktəbdə ələ salınmaq. Əgər uşaqda kökdə varsa, yəni uşaqlıqdan yaranıbsa, artıq böyüdüyü zaman, sosial mühitə qarışdığı zaman, məktəbə getdiyi zaman, burada da uşaq eyni situasiyalarla rastlaşacaq. Niyə? Artıq onun şuur altında həmin situasiya formalaşıb, həmin model formalaşıb. Hər zaman tənqid olunuram, hər zaman ə, valideynlərim tərəfindən tənqid olunuram. Şikayət eşidirəm. Yəni dəyərlərim hər hansı bir qiymətə bağlıdır mənim. Onun artıq əsas inancı şuur altında formalaşdığı üçün həmin situasiyalarla rastlaşmağa başlayır. Travmatik təcrübələr, məktəbdə ələ salınmaq, rədd edilmək, zorakılıq yaşamaq, partnyor tərəfindən alçaldılmaq və s. belə hallarda beyində təhlükəsiz deyiləm. Məni sevməzlər kimi avtomatik inanclar yaranır. Valideyn modelinin təsiri. Əgər valideyn özü də özünə güvənmirsə, uşaq bu davranışı model kimi öyrənir. Mən bacarmaram. Dedik burada baxın valideyn özü də özünə güvənmirsə. Baxın uşaqlıqda biz ağ vərəq düşünün. Yəni biz ağ vərəq kimi oluruq. Ümumiyyətlə biz nə görürüksə, nə eşidiriksə, hansı informasiyanı qəbul ediriksə, bizdə artıq o formalaşacaq. Niyə? Çünki əgər düşünün ya valideyn kişi, yəni ya ata ananı alçaldırsa, ya ana atanı alçaldırsa, artıq ə, digərində özgüvən əksikliyi yaranır. Uşaq da bunları görməyə başlayır və gördüyü üçün uşaqda da özgüvən əksikliyi yaranır. Necə? Ya alçaldılan tərəf olur, ya da alçaldan tərəf olur. Yəni ya atası kimi həyat yoldaşını alçaldan, yəni kimisə tənqid edən, ya da tənqid edilən tərəf olur. Artıq yenə müdafiə mexanizmi olaraq uşaq bunu özü seçir. Özü seçir deyəndə, yəni şuuraltı olaraq seçir, fərqində olmadan seçir. Əgər valideynin özü də özünə güvənmirsə, uşaq bu davranışı model kimi öyrənir. Mən bacarmaram düşüncəsi valideyndən öyrənilmiş psixoloji nümunə olur. Həddindən artıq tənqidçi, mükəmməliyyətçi tərbiyə uşağın hər davranışında səhv axtaran, onu daim daha yaxşısını etməyə məcbur edən mühitlərdə uşaq sevilmək üçün mükəmməl olmalıdır düşüncəsini mənimsəyir. Bu böyüklükdə perfeksionizm və özünü tənqid kimi təzahür edəcəkdir. Rədd edilmə uğursuzluq təcrübələri. Sevdiyi biri tərəfindən rədd edilmək. İşdə, təhsildə uğursuzluq yaşamaq. Yəni bir situasiya yaşayır və o situasiya yaşandıkdan sonra artıq özgüvən əksikliyi yarana bilər. Məsələn, məktəbdə əgər dərs danışırsa, dərsə danışdığı zaman, əgər müəllim onu tənqid edirsə, bu zaman onda bir qırılma baş verəcək. Bundan sonra da yarana bilər. Yəni illaki uşaqlıq deməyim buna. Yəni uşaqlıqdan 90% deyim uşaqlıqdan yaranır. Amma sosial, yəni ətraf mühit də təsir göstərir. Bu təcrübələr deməli mən dəyərsəm kimi yanlış inancları gücləndirir. Sosial müqayisə və media təsiri. Sosial mediada başqalarının uğurlarını görüb özünü qeyri-kafi hiss etmək. Bu da sosial medianın təsirinə düşən insanlara aiddir. Tez təsirinə düşən insanlara aiddir. Real olmayan standartlarla özünü ölçmək nəticədə məndə nəsə çatışmır inancı yaranacaqdır bu kimi hallarda. Daxili tənqidçi səsin güclənməsi. Uşaq vaxtı eşidilən mənfi sözlər böyüdükdə daxili tənqidçi səsə çevrilir. Məsələn, əgər danışarsansa səhv deyəcəksən, başqaları səndən daha yaxşıdır. Bu səs özgüvəni daim zəiflədir. Yəni özgüvən əksikliyi doğuşdan gəlmir, öyrənilmiş bir haldır. Yəni öyrənilmiş dediyim həmin model budur. Bu da o deməkdir ki, doğru psixoloji yanaşmalarla onu yenidən formalaşdırmaq mümkündür. Yəni, xüsusilə CBT,
Əslində terapiya texnikaları çoxdur psixoterapiyada, amma ən çox işlədiyimiz metodika bizim CBT-dir. Ən çox hansı yaş aralığında görünür? Bunu yazmağımda məqsəd bu sual çox verilir. Ona görə ən çox hansı yaş aralığında görülür yazmaq istədim. Özgüvən eksikliyi ümumiyyətcə müəyyən bir yaşda başlamır. Hər hansı bir yaş yoxdur, yəni diaqnostik bir meyarı yoxdur ki, bu yaşda başlayır. Amma ən çox formalaşdığı, özünü göstərdiyi dövrlər psixoloji inkişaf mərhələləri ilə sıx bağlıdır ki, bu inkişaf mərhələlərini mən qeyd etmişəm hər birini. Uşaq yaş dövründə 6-12 yaş formalaşma mərhələsində. Bu dövrdə uşaq məktəbə başlayır, özünü digərləri ilə müqayisə etməyə başlayır. Əgər daim tənqid olunur, bacarıqları kiçik görülürsə, mən bacarmıram inancı yaranacaqdır ki, bu əsas inancdır. Valideynin və müəllimin rəftarı burada çox önəmlidir. Bu yaşlarda özgüvənin təməli atılır. Yəni təməl atılır. Özgüvəndə qırılma baş verirsə, digər bütün mərhələlərdə artıq bu davam etməyə başlayacaq, şiddətlənməyə də başlaya bilər. Yeniyetməlik 13-18 yaşda. Kimlik axtarışı mərhələsidir. Bu dövr özgüvən problemlərinin ən çox müşahidə olunduğu mərhələdir. Yeniyetmə öz bədənini, görünüşünü, fikirlərini, bacarığını sorğulamağa başlayır. Sosial müqayisədə dost çevrəsinin təsdiqi və sosial mediada təsirləri çox güclüdür. Bəyənilməmək, sevilməmək, qəbul edilməmək qorxuları yaranır. Bu mərhələdə formalaşan mənfi inanclar çox zaman yetkinlik dövrünə daşınacaqdır. Gənclik dövrü və yetkinlik orta yaş dövründə qeyd etdim. Gənclik dövrü 19-30 yaşı əhatə edir ki, bu da özünü reallaşdırma mərhələsidir. Bu dövrdə insan iş, münasibət, təhsil, sosial rolu ilə bağlı qərarlar verəcəkdir. Əgər əvvəlki illərdə sağlam özgüvən formalaşmayıbsa, dediyim kimi, əsas ilk mərhələ idi. Özünü digərləri ilə müqayisə edəcəkdir. Qərar verməkdə çətinlik çəkəcəkdir. Münasibətlərdə, karyerada özünü dəyərsiz hiss edir. Ən çox terapiyaya müraciət edən qrup məhz bu yaş aralığıdır, yəni 19-30 yaş aralığıdır. Yetkinlik və orta yaş 30-50 yaş. Əgər özgüvən eksikliyi erkən yaşlardan qalırsa, insan uğur qazansa belə özünü kifayət qədər dəyərli hiss etmir. Mən hələ də çatmamışam kimi hiss olunur. Münasibətlərdə özünü ifadə edə bilməmək davam edir. Amma bu yaşlarda insanlar artıq problemi mənşəyini dərk edib dəyişməyə daha açıq olurlar. Valideynlərin rolu nədir? Əslində yaranma səbəbləri haqqında danışdıq, amma valideynlərin rolu nədir? Onun haqqında da biraz ətraflı danışaq. Valideynlərin rolu özgüvən əksikliyi yaranmasında və ya qarşısının alınmasında kritikdir. Valideyn istəsə bunun qarşısını ala da bilər, yaranmasına səbəb də ola bilər. Uşağın ilk təcrübələri, dəyərləri, özünü qiymətləndirməsi əsasən valideyn münasibətləri ilə formalaşacaqdır. İlk olaraq tərbiyə və tənqid. Daim tənqid etmək. Bayaq dedik, tənqid. Niyə bacın kimi oxumursan məsələn? Tənqidi dedik. Baxın, pozitiv təsdiq azlığı. Uşağın uğurları qeyd olunmursa, yəni illaki tənqid etməklə deyə bilmərik ki, yaranır. Pozitiv təsdiq azlığı da ola bilər. Yəni uşağın uğurları görünmürsə, uşaq uğur qazanır, lakin valideyn onu təsdiqləməyə çalışmır. Halbuki övladlar ilk öncə evdə təsdiq olunmalıdır. Yəni özünü evdə təsdiq etməyi bacarmalıdır ki, kənarda təsdiq olunma ehtiyacı duymasın. Pasiv təsdiq azlığı. Uşağın uğurları qeyd olunmursa, daxildə mən kifayət deyiləm inancı yaranır. İkinci olaraq sevgi və qəbulun şərtlə verilməsi. Valideyn uşağa yalnız şərt yerinə yetirəndə sevgi göstərirsə, bu zaman məsələn, yaxşı qiymət alanda uşaq özünü dəyərli hiss etməyi yalnız nəticələrə bağlayır. Bu da böyüyəndə mən hazır deyiləm, kifayət deyiləm kimi düşüncələr yaradır. Valideyn modeli və davranışı. Uşaq valideynin davranışlarını öyrənir. Əgər valideyn özünə inamı olmayan, həmişə narazı müqayisə edən biridir, uşaq da bunu nümunəni təqlid edəcəkdir. Qoruma və sərhədlərin balanssızlığı. Həddindən artıq qoruma. Bəzi valideynlər həddindən artıq övladını qoruyur, qorumacı valideynləri deyirik. Uşağa heç bir məsuliyyət vermir. Yəni uşaq gözü ilə baxır hər zaman. Öz qərarlarının nəticələrində inam qura bilməyəcəkdir bu zaman uşaq. Hər zaman uşaq gözü ilə baxır və uşağa sən nə qədər böyüsən də hər zaman mənim gözümdə uşaq kimi qalacaqsan deyir. Bu əslində çox da doğru bir ifadə deyil mənə görə. Ə, Uşaq çünki özünü hər zaman uşaq kimi hiss eləyəcək. Artıq böyüdükdə onun da bir məsuliyyətləri var. Bunu dərk etməlidir mənim fikrimcə. Çox sərt sərhədlər. Uşaq daim nə edəcəyini bilmədən yaşayırsa, risk etməyi, özünü sınamağı öyrənmir. Risk etməyə bacarmalıdır deyə düşünürəm. Valideynlərin mesajları, sözlərlə və davranışlarla ötürülən mesajlar vacibdir. Sən bacararsan, əgər səhv etsən sevilməyəcəksən.
Valideynlər uşağın özünü dəyərli və bacarıqlı hiss etməsini təmin edə bilərlər. Eyni zamanda yanlış tərbiyə və tənqid özgüvən eksikliğinin əsas səbəblərindən biridir. Özgüvən eksikliğini aradan qaldırmaq mümkündür. Əslində özgüvən öyrənilmiş bir davranışdır dediyim kimi, yəni yanlış inanc, tənqidlər, qorxular nəticəsində formalaşır. Buna görə də düzgün üsullarla yenidən formalaşdırıla bilər. Özünü tanımaq lazımdır, qəbul etmək lazımdır öncəliklə. Güclü, zəif tərəflərini bilmək, amma özünü dəyərsiz hiss etməmək, özünə qarşı düşüncələrdə, sözlərdə mərhəmətli olmaq. Mənfi inancları aşkar etmək. Həmin bu əsas inanc demişdim sizə, yəni kökdə yaranan. Bunu insan özü çətin əslində aşkar eləyir, amma aşkar edə bilirsinizsə, yəni mənfi inancları aşkar edin. Məsələn, mən bacarmıram, mən dəyərsizəm. Çünki insan fərqində olmadan bu düşüncələrə sahib olur. İnsanın özü o qədər fərqində olmalıdır ki, bu düşüncələrdə artıq onda rahatlıqla tapa bilsin ki, hansı düşüncələrimdir ki, məndə mənfi inanclardır. Mən bacarmaram, mən dəyərsizəm kimi avtomatik düşüncələri yazmaq, analiz etmək, bu düşüncələrin real olub olmadığını sorğulamaq, yəni CBT yanaşması ilə kiçik addımlarla təcrübə toplamaq, qorxduğun situasiyalarda kiçik addımlar atmaq. Məsələn, danışmaq, fikir bildirmək, yeni bacarıq öyrənmək hər uğur özgüvəni gücləndirəcəkdir. Müqayisədən uzaq durmaq, sosial media başqalarının uğurları ilə özünü müqayisə etməmək, fokus öz inkişafın və nailiyyətlərin. Daxili tənqidçi səsi azaltmaq, mənfi daxili səsi tanımaq, bu doğru deyil deyə əvəz etmək. Məsələn, mən uğursuzam, mən öyrənirəm və bacarıram. Tərifləri qəbul etmək, başqalarının səni təriflədiyi zaman yox, o qədər də deyil demək əvəzinə təşəkkür edirəm deməyi öyrənmək. Yəni tərifləri qəbul etmək, yəni həqiqətən də layiq olduğunu düşünmək. Peşəkar dəstək. Peşəkar dəstək nə zaman gərəkdir? Artıq həqiqətən də dəyişdirmək mümkün deyil mənfi inancları. Özgüvən həddindən artıq, yəni özgüvən əksikliyi həddindən artıq çoxdur. Artıq bu insanın münasibətlərinə təsir göstərirsə, sosial münasibətləri olsun, ailə münasibətləri olsun, partnyor münasibətləri artıq m, ekrana kimsə ürək qoydu. Aha, bu zaman artıq psixoloqa bəli gərək vardır. Mhm. Terapiya düşüncə davranış döngüsünü təhlükəsiz mühitdə dəyişdirməyə kömək edir. Əhəmiyyətli fakt, özgüvən bir gecədə yaranmır, tədricən kiçik addımlarla və təcrübələrlə güclənir. Uğurlarla qeyd etmək, özünü dəyərləndirmək, mənfi inancları dəyişdirmək uzun müddətli nəticə verir. Necə seansa həll etmək olar bu problemi? Bunu da qeyd etdim ki, bunu çox vaxt müraciət edənlər soruşur, amma yenə də qeyd etmək istədim. Necə seansa həll etmək olar bu problemi? Əgər özgüvən əksikliyi nə zaman qısa müddətli, nə zaman orta müddətli, nə zaman uzun müddətli terapiya lazımdır? Bunları açıq şəkildə izah edeyim. Özgüvən əksikliğini aradan qaldırmaq üçün seans sayı insanların fərdi vəziyyətinə görə, əksikliyin dərinliyinə, tətbiq edilən metodlara görə dəyişilir. Metod dediyimiz, məsələn, CBT-dən əlavə metodlar da var. Gestalt terapiya olsun, MDR olsun. MDR əslində travma üçündür, amma ümumiyyətcə terapiya növlərini sadalayıram ki, daha çox terapiya növləri var. Onu demək üçün dedim. Qısa müddətli müdaxilə 4-6 seansdır. Ən yüngülü 4-6 seansdır. Əksiklik yüngül səviyyədədirsə, məqsəd mənfi inancı tanıyıb, əgər mənfi inanclarınızı özünüz tanıya bilmirsinizsə, burada məqsəd mənfi inancı tanımaq və kiçik addımları davranış dəyişikliyi etməkdir. Seans müddəti 50-60 dəqiqə olur və burada müəyyən özünə inam artımı, lakin tam dəyişiklik üçün daha çox məşq lazım olacaqdır. Orta müddətli müdaxilə 8-12 seans. Özgüvən əksikliyini necə müəyyən edirik? Biz daha doğrusu testlə müəyyən edə bilərik, amma test təbii ki, tam real belə dəqiq nəticə vermir. Pasiyentin özünü də müşahidə edirik testlə yanaşı. Orta müddətli müdaxilə 8-12 seans. Əksiklik orta səviyyədədirsə, yəni sosial iş həyatına təsiri var. Hər seans 50-60 dəqiqədir. Faydalanır, faydalar. Daxili tənqidçi səsi azalır. Mənfi inanclar dəyişməsi, kiçik uğur təcrübələri ilə özgüvən artacaqdır. Uzun müddətli 12-20 seansdan daha çoxdur. Bu hansı halda gərəklidir? Əgər həqiqətən sosial münasibətlərə təsir göstərirsə, bəzi insanlar var. Məsələn, belə bir insan tanıyıram ki,
Bu insanda əslində burnuna görə universitetə getmirdi. Yəni bir il universitetini saxlamışdı. Özgüvən əksikliyi ciddi dərəcədə var idi artıq bu pasientdə. Burnuna görə getmirdi universitetə. Bir il getmədi. Bunda artıq psixoloji həqiqətən də müdaxilə daha vacibdir. Yəni 12-20 seans üzərində işlədik. Əksiklik dərin uşaqlıq travmaları, uzun müddətli şərtlərlə bağlıdır. Davranış, düşüncə tamamilə dəyişir. Bir də belə bir şey var ki, seans işləyirik məsələn, bu o demək deyil ki, dəqiq nəticə verəcək. İnsanın özündən asılıdır. Əgər insan həqiqətən düzəlmək istəyirsə düzəlir. Yox, əgər istəmirsə, həmin olduğu vəziyyətdə qalacaq. Biz sadəcə yolu göstəririk. Davranış, düşüncə tamamilə dəyişir. Sosial iş, şəxsi həyatda özünü ifadə edə bilir. Daxili sabitlik, uzun müddətli özgüvən. Əlavə olaraq ev tapşırıqları, gündəlik məşqlər seansların təsirini artırır. Motivasiya, iştirak səviyyəsi də nəticəyə birbaşa təsir edir. Dediyim kimi, yüngül problem 4-6 seans, orta problem 8-12 seans, dərin problem 12-20 seans olacaqdır. Yəni tam bu aralıqda yox, amma bunlara yaxın. Gəldik özgüvən testinə. Hərəniz bir vərəq falan götürün. Hara istəyirsiniz yaza bilərsiniz. Telefon olsun, fərq etməz. Özgüvən testini işləyək. Sonra suallarınızı yazarsınız chat bölməsinə cavablandırarıq. Özgüvən testi burada qeyd etmişəm. Heç razı deyiləm, qismən razı deyiləm. Qismən razıyam, razıyam, tam razıyam. Birinci bunu vərəqə yazın. Çünki sualları keçirəndə bir də bunu axtarmayasınız. Bunu hazır qabağınızda olsun ki, mən testə çevirə bilim. Yazıb bitirdikdən sonra chat bölməsinə yazın, mən çevirim suallara. Recordingi zəhmət olmasa mənə də göndərərsiniz də Xəcə xanım. Ə, nə yazırıq? Özgüvən testi yazırıq. Baxın burada ə, heç razı deyiləm, qismən razı deyiləm, qismən razıyam, razıyam, tam razıyam. Qarşısına 1 2 3 4 5-i yazın. Çünki 1 2 3 4 5 xallardır. Həmin sualların qarşısına xal qoyacaqsınız. Yəni məsələn 1, məsələn 2, məsələn 3 və həmin testin sonunda bu xalları biz toplayacağıq. Ümid edirəm aydındır. Yəni burada 1-dən 5-ə qədər olan nə yazılıbsa onu yazın ki, suallara keçdikdə sizin üçün çətin olmasın. Ə, Aydın oldu deyə düşünürəm. İlk dəfədir qoşulanlara. Tamam atacağım. Hər şey. Yazıb bitirdikdən sonra zəhmət olmasa deyərsiniz, suallara keçid edərik. Ay. Sualları keçmişdim. Mhm. Yazdınız. Aha, bəyənilər var. Nə yazdınız deyərsiniz. Ə, Baxın yenidən izah edirəm. Hal-hazırda ekran görünür sizdə. Ekran görünür yəqin ki. Burada yazılıb ki, heç razı deyiləm, qismən razı deyiləm, qismən
Razıyam, razıyam, tam razıyam. Burada beşini yazırsınız bir kənara. Yazırsınız, sonra suallara keçid edəcəm. Slayd görünmür. Slayd görünmür sizdə. Məncə mümkün deyil. Görünür. Görünür. Hə, görünür, məncə də görünür. Aha. Aha, bunları yazırsınız. Bu qarşısında 1, 2, 3, 4, 5 xallardır. Baxaq. Slayd görünmür, bəli görünmür. Görsənir. Ə, Belə edə bilərik. Testi qrupa atarıq. Testi sadəcə materialı yox, testi atarıq qrupa. Hə, əla yazmısınız ora. Amma suallara inanmıram ora. Ə, Görmürsə sualları da görməyəcək. İlahi xanım, təşəkkürlər yazdığınıza görə. Məndə görünmür ona görə. Şəxsiyə yazarsınız, mən sizə göndərərəm. Instagram səhifəsinə yazarsınız, mən sizə göndərərəm oradan testi sadəcə. İşləmək üçün yəni. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Mənim bir sualım var idi. Siz öncə Buyurun. dedinizdə onu. Bu özgüvənin iki forması dedinizsə, real bir də nə idi? Onu deyə Real, bilərsiniz. Aha, real, evet. süni, bir də aşağı özgüvən. Təşəkkür edirəm. Buyurun. Ümid edirəm ki, hər kəs yazdı. Mən keçid edeyim, yəni çox uzatmayaq. Yaza bilməsək, yenə keçid edirəm. Problem deyil burada heç nə. Keçid edək suallara. Aha. Burada 15 sualımız var bizim. Baxın, hə, 15-dir. 15 sualı cavablandırırsınız, nə edirik? Suallarda, yəni, məsələn, mən öz qərarlarıma etibar edirəm. Məsələn, tam razıyam. Yazırsınız 5 bal. Və yaxud da razı deyiləm. Yazırsınız orada neçə yazılıb? 1 yazılıb, 2 yazılıb. Hansı sizə uyğunsa, onu yazırsınız qarşısına. Və sonda bu 15 sualın bir də çalışın hər hansı bir sualın qarşısına bal qoymamazlıq etməyin. Çünki onda real nəticə olmayacaq. Çalışın bal verməyə çalışın hər birinə. Hər birini verin ki, real nəticə almağa çalışaq. Təbii ki, testlər daha dəqiq nəticə göstərmir, amma yenə də müəyyən qədərini göstərir. Başlayaq. 1, 2, başlayın. Yəni 15-ə kimi hər birini cavablandırın. Aytaç xanım, plus yazsaq olarmı? 1-i 2, 5-ə qədər rəqəmlərin qabağından hansı bizə uyğunsa plus yazaq, sonra hesablayaq. Elə mümkün olurmu bu testi eləmək? Plus deyəndə tam olaraq anlamadım. Necə yəni plus? Yəni tam razıyam qabağına plus eləyək, görək sonra sayarıq da 5 Sizə əgər necə məsələn. uyğundursa o şəkildə edin. Yəni Hə, axırda sizə rahat olsun, amma hər birini hə, cavablandırın. oldu. Aha, tamam. Sualları olsa yazmaq ehtiyac yoxdur yəni. Rahat necə sizə rahatsa elə o şəkildə işləyin. Əla, əla. Suallar da yazılıb. Mhm.
Aha, əla. Hər bir kəs bitirsin. Hər kəs yazdı. Yazdım. Aha, əla. 68. Mən də yazdım. 40. Hər kəs yazdısa, nəticələrə birazdan keçərik. Ha, bəli. Əla. Bitirməyən var ümumiyyətlə. Belə baxıram, hər kəs bitirib. Əla. Bitirmisiniz, belə başa düşürəm. Tamam. Bunu göndərdim, sizdə qalsın, yazmışam ora. Demək, nəticədə topladınız 15, 35 xal aşağı özgüvəndir. 36, 55 ortadır, orta özgüvəndir. 56, 77 xal yüksək özgüvən sayılır. İndi nəticələrə baxım, görüm özgüvən nə yerdədir. 56. Görün 56. Aha, gözəl. 56. Tam belə ortadan biraz keçmisiniz. Yaxşı. 49 orta. Aha. Orta bir dəqiqə. Aha, 48 gözəl. 57. Yəni aşağı özgüvən elə bilirəm yoxdur. Aşağı özgüvən deyəsən yoxdur. Yuxarı özgüvən hansı idi rəqəm? Yuxarı özgüvən qeyd etmişəm. 56-77 xal. 56-77 xal yuxarı, yəni yüksək özgüvəndir. 15-35 xal aşağı özgüvəndir. 36-55 orta özgüvəndir. 57. Gözəl nəticələriniz var. Altmış bir, əla. Bitirdiniz, belə başa düşürəm. Suallarınızı vermək istəyirsinizsə suallara keçək. Nəticələri də qeyd etdim. Açıq olmayan, aydın olmayan hər hansısa bir şey olarsa, şəxsimdə istəyirsiniz soruşarsınız, istəyirsiniz burada soruşarsınız, necə uyğunsa elə edərik. Buyurun, dinləyirəm sizi. Sizin qeyd etdiyiniz yüksək özgüvən real olan özgüvəndən bəhs edirsiniz? Bəli, real özgüvəndən bəhs edirəm. Yəni, başa düşdüm siz hansı özgüvən deyirsiniz. Deyirsiniz ki, özgüvən aşırı, həddindən artıq olan özgüvəndir. Yox, real özgüvəndir. Real olmaya bilər bəzən, bəzən ola bilər. O da bəzi hallarda. O da Niyə baxır. soruşdum? Çünki Siz belə deyim, bu şəkildə deyim. Burada yazdıqlarım suallar, əgər sağlam olmayan suallar olsaydı, deyərdim ki, bəli, real deyil. Yenə dediyim kimi testdən testə dəyişir. Dediyim kimi test dəqiq bir ortalama deyil, yəni testlə biz tam nəticə verə bilmərik. Biz pasiyentin özünü də müşahidə edirik. Bu testdə o qədər də real olmayan bir cümlələr falan yazmamışam, yerləşdirməmişəm. Real bir test götürdüm ki, daha sağlam hansıdır, yəni özgüvən aşağıdırmı, ortadırmı, yüksəkdirmi? Bu da artıq real olub olmamağı müşahidə iləndir. Məsələn, biz baxırıq ki, yüksək özgüvən var.
Sonra artıq müşahidə edirik pasiyenti. Görək həqiqətən realdırmı, yoxsa real deyil özgüvəni, yoxsa daxilində həqiqətən özgüvənsizlik var. Aydındır? Bəli. Bəli, Aha, bəli. Çünki Ədəb xanım, bir də aşırı özgüvənli insanlar olur. bəli. Onların testlərdə yəqin ki, onu da sual verim. Bu test Buyurun. başqa testlərlə olur, yoxsa da eləcə də insanları müşahidə edəndə hiss olunur da, mən aşırı özgüvənli insanlar oluruq belə. O artıq həqiqətən hiss olunur. Hə, Müşahidə o test zamanı hiss ehtiyac olunur. yoxdur da məncə. Məncə də ehtiyac yoxdur. Müşahidə zamanı hiss olunur. Bir də biz hər zaman test vermirik bu arada. Daha çox uşaqlar belə yeniyetmələrə daha çox test verərik. Niyə? Çünki yeniyetmələri bəzən çözmək olmur axı. Ona görə onlara daha çox testlə verərik ki, özünü ifadə etmək istəməz. Ən azından testi işləsin. Biz oradan müəyyən edək. Yəni böyük insanlar çox vaxt danışır, özünü ifadə etməyi bacarır. Yoxsa yeniyetmələrdə falan özünü ifadə etmək yoxdur. Ona görə testdə baxır. Əgər müşahidə edə bilmirəmsə qarşımdakı insanı, artıq test verərəm, test işlədərəm. Yəni bu artıq insandan insana dəyişir. Yəni unikallıq hər birimiz belə fərd olduğumuz üçün insandan insana dəyişir. Test işlədə də bilərəm, işlətməyə də bilərəm. Aha, buyurun. Chat bölməsində var sual. Yox, hə, var. Axşamınız xeyir olsun. Olarmı? Bəli, bəli, olar. Əlbəttə, buyurun. Deməli ki, mənim 41 yaşım var. Aha, Özümü tanıyandan daxilən, yəni özgüvənim zəifdir. Amma aha, kənardakıların gözündə belə güclü adamam. Güclü aha, deyəndə ki, yəni özümün yəni kənar hərəkətlər mənə tez təsir edir. Günlərlə onun təsirindən altından çıxa bilmirəm. Çıxa bilmirəm deyib də öz ritimimdən də çıxmıram, öz işimi görürəm. Ancaq beynimdə olur. Bu özümü tanıyandan artıq hardasa yəni də tələbə vaxtımdan başlamışam öz üzərimdə işləməyə. Amma tam olaraq bitməyib. Günün özündə də məktəbdə müəllimə işləyirəm. Yəni təsir edən hallar olur və otururam özümə sual verirəm. Niyə bu təkrarlanır? Harda, yəni mənlik iş hardadır? Niyə mən sərhədləri harda düz qoymadım ki, o bu qədər irəli gəldi? Yəni məsəl üçün deyirlər, sən özünü müşahidə et, sənlik bir şey yoxdursa, yəni deyirsən ki, mənimlə əlaqəsi yoxdur, atırsan kənara. Amma bunu atsam da, şuur altıma, beynimə bunu desəm də, yeritsəm də, yenə də görürəm ki, məndə beynimdə fırlanır onlar. Ümumiyyətlə uşaqlıqda belə bir situasiya ilə rastlaşmısınız ailə içində? Xeyr, ailədə yəni ki, ziyalı ailəsində böyümüşəm. Valideynlərim hər ikisi riyaziyyatçı olublar, müəllim. Atam düzdür işləməyib. Yəni şiddət görməmişəm, belə təhqirli, belə bir, yəni belə şeylər yoxdur. Amma bu günün özündə də mən psixoloqlarla da, seanslarda götürmüşəm. Aha. Yəni mənim özümə maraqlıdır, bunun kökü hardan gəlir? Öz sözümü də deyirəm, anında çox tutuluram. Məni deməli ki, üzr istəyirəm, məni narahat edən nədir? Anında çox tutuluram. Həmin insan elə də olub ki, 2 gün sonra həmin adamı necə deyirlər, duelə çağırıb cavabını vermişəm. Ancaq həmin an tutuluram. Həmin an tutulursunuz. Ümumiyyətlə elə bir keçən səfər perfeksionizmlə bağlı təlimdə də sizin kimi bir xanım var idi. Mənə belə bir sual verdi. Dedim, bəs siz belə bir situasiya yaşamısınız? Deyir, nə belə bir situasiya yaşamışam, nə ailədə olub. Dedim, bəs qorxularınız var? Dedi ki, bəli, qorxularım var. Deyirəm, bəlkə sizdə də qorxularla əlaqəli olar. Deməli ki, xanım, deyirlər ki, bax bu saat şuuraltı, psixologiya ilə çox maraqlanıram. Özüm ixtisasım sinif müəllimiyəm, mental təlimçisiyəm. Yəni belə də öz üzərində pastayan işləyən adamam. Azərbaycan dili öyrənmişəm, abituriyentlər hazırlayıram. Amma o müəyyən zəif nöqtələr qalır yerində. Və bəzən də bəzi psixologiyada oxuyuram ki, onlar heç vaxt dəyişilməyəcək. Yəni sənin povedeniyaların dəyişməlidir. Şuuraltı deyirlər 6 yaşına qədər formalaşır və mən 6 yaşına qədər nənə-baba yanında sevgi içində böyümüşəm. Ha? Hə, yəni nənəmin, babamın yanında bir nəvə olmuşam. Yəni xalalarım ailə qurmuşdular, dayım oxuyurdu. 6 və məktəbə gedəndə uzaq bir rayonlarda, elə bil ki, Qəbələ Xaçmaz. Sonra Çox üzr istəyirəm. bəli. Bir dənə cümlə deyə bilərəm?
Buyurun, buyurun, təbii ki. Dediniz ki, nənə ilə babanın yanında böyümüşəm. Həmin müddətdə valideynlərimiz yanınızda yox idi? Deməli ki, anam müəllim olduğu üçün tətillərdə gəlirdilər və mənim burdakı babam da məni, ata babam da çox istəyirdi. O da gəlirdi, gətirirdi məni zamanla da belə. Aha. Yəni amma görəndə yəni də məsəl üçün atam gəlirdi, xatırlayıram oyuncaqlarla, gəlirdilər mənimlə qalırdılar. O vaxtı belə bir şey var idi, dekret, analıq məzuniyyəti 3 aydan artıq verilmirdi. Yəni ona görə və sonra da öyrəşmişdim. Qalmışdım, bəli, 6 yaşına kimi nənə baba yanında böyümüşəm, amma Kökü baxın elə burdadır xanım. Kökü burdadır. Ümumiyyətcə 6 yaşına qədər dedik axı şuuraltı formalaşır və sizin öz valideynləriniz yanınızda olmayıb. Siz bunun fərqində deyilsiniz, amma şuuraltı olaraq şuuraltı bunu necə qəbul edir? Mənim valideynlərim mənim yanımda deyil. Siz valideynlərinizi belə başa düşdüyüm qədərindən az görmüsünüz. Yəni ola bilər sevgi içində böyümüsünüz, amma az görmüsünüz. Burada başlayır elə valideynlərlə deyil də, nənə-baba ilə qalmısınız. Aydındır? Aydındır, bəli. Yəni bu əsasən bu sizin fərqinizdə olacaq bir şey deyil. Bu kökdə yatır 6 yaşa qədər. Bu da dünyaya biz məsələn gəldiyimiz zaman dünyaya qarşı inanmamız ilk olaraq bizim valideynlərdən başlayır. Ətrafımızda bizə baxan şəxslərdən. Baxan şəxslər də bizim yanımızda olmadığı müddətcə artıq bizdə həmin o özgüvən orada qırılır. İnamımız qırılır dünyaya gəldiyimiz zaman. Bəli, aydındır. Bir də mənə yəni özümlə bağlı niyə mən həmin an bir insanın mənə qarşı müdaxiləsində həmin an susuram? Susuram. Niyə mən susuram? Və mənə bir psixoloq demişdi ki, sən problemdən qaçma deyilir o. Müdafiə mexanizmi. Aha. Bəli, həmin an fikrimə gəlmir. Onun səbəbi nədir? Həmin an sonra cavabını verirəm. Yəni deyirəm ki, bu işi niyə mən sonraya saxlayıram? Anında elə cavabını verim də. Bu artıq sizdə müdafiə mexanizmi formalaşıb. Hər birimizin müdafiə mexanizmi var. Kimisi cavabını verərək bunu qarşılayır, kimisi cavabını verməyərək. Yəni müdafiə mexanizminin fərqli formaları var. Sizdə də bu özünü, yəni qoruma mexanizmi ortaya keçir ki, mən cavab verməməliyəm, amma sonradan onu düşünürsüz. Bu artıq sizin qoruma mexanizminizdir. Bunu da necə, yəni ortadan qaldırmaq istəyirsiniz belə başa düşdüyüm qədərilə. Bəli, yəni ki, bilirsiniz, insanlarla sonradan danışıqlara getməkdən yorulmuşam, mütləq də gedirəm. Çünki yoxsa elə bilirəm ki, özümə qarşı haqsızlıq etmişəm. Yəni mütləq də gedirəm, güzəşt yoxdur məndə. Məndə güzəşt yoxdur və düz də edirəm. Mənliyimə hörmət etməlisən. Çünki mən sənə İnsanlar bir-birini sevməyə bilər, amma hörmət etməlidirlər. Bəli, tam doğrudur. Bəs psixoloqa getdiyiniz zaman o sizə nə, yəni praktik məşğələlər vermişdi sizə bununla bağlı? Bəli, vermişdi. Yəni o bir neçə il bundan əvvəl olub. Belə demirəm. Yəni belə məni kənardan tanıyan insanlar, ohoho, sözümə görə üzr istəyirəm. Mənim adım gələndə belə deyirlər. Amma ki inanın, yəni də nə heç, yəni mənə adi gəlir. Deyirəm, hə, qoy məni elə tanısınlar. Yəni amma anında o xüsusiyyət məndə var. Elə bu yaxınlarda da olmuşdu. Yenə deyirəm ki, Venera, yenə də sən həmin anında cavab vermədin. Söhbəti saxladın sabaha. Sabaha günü ya WhatsApp-la, ya yəni də zənglə ki, o nə sözü idi? Sənin məndən nə problemin var? Bəs həmin anda nə düşünürsünüz ki, mən cavab versəm nə olacaq? Həmin anda nə düşünürsünüz tam olaraq? Cavab versəm nə ola bilər? Hə, axırıncı dəfə bir insanı, yəni elə bir ki, anında gözümdən düşdü. Sözümə görə üzr istəyirəm. Bu nə səviyyəsizlikdir? Bunun düşüncəsi, dünya görüşü nədir ki, mən bununla baş-başa gəldim. Yəni də dedim baş qoşmaram. Sonra gördüm ki, yox, 2 gündə özüm əsəb çəkirəm. Dedim, yox, bu mənim daxilimdən çıxmalıdır. Yazı texnikaları da edirəm. Burada mən psixologiyana, coachluğa qarışdırdım deyəsən. Amma yəni yazı texnikaları da kömək edir. Yazı texnikaları psixologiyada var. Bəli, yazı texnikaları çox edirəm psixoloqlarla. Özüm yəni də podkastlar oxuyuram. Öz üzərimdə çox işləyirəm. Yəni də mənə bu psixologiya imanlı da özümün, yəni də bu zəif nöqtələrimin. Amma hələ tam bərpa olunmayıb. Naprimер, o günlərim direktor gəlib nəsə dedi. Yəni deyirəm ki, mən ona belə deyə bilərdim. Belə dava yox ha. Mən onun məkanındayam. Mən stabilliyi qorumalıyam. Deyirəm, bəs mən niyə normal formada niyə bunu demədim? Gəlib evdə hirs çəkirəm. Yəni öz desəz nə ola bilər ki? Maksimum desəz nə ola bilər? Düşünmüsünüz? Yəni
Ən pis hal nə ola bilər desəm? Var. Yəni orada tək bir mən deyildi, mənim həmkarımla idi, bizim yəni ikimizə də aid idi. Desəm, uca prinsipə başlayacaq, əməlli başlı. Aha. Əməlli başlı prinsip olacaq. Praktik məşğələləri mənim şəxsimə yazsa çox yaxşı olardı. Praktik məşğələləri öyrənmək istəyərdim tam olaraq sizdə. Bir də özünə fərqindəliyiniz çoxdur sizin. Çünki öz üzərinizdə işləməyiniz elə bunun göstəricisidir. Ən azından sözünüzü deyirsiniz, saxlamırsınız. Ən pis ehtimalı düşünün. Praktik məşğələlər çox edin. Necə? Məsələn, kiçik bir situasiyada deməyə cəhd göstərin ən azından. Cəhd göstərin. O an deyirsiniz ki, mən o an xatırlayırsınız da deməliyəm, amma demirsiniz. Yox, Aytaç xanım, bilirsiniz, necə deyək, deyirəm, amma deyirəm ki, belə deməli idim, necə deyim. Tam istədiyim kimi demirəm deyə demirsiniz. Bəli, bəli, tam istədiyim kimi demirəm də. Amma belə düşünməyin. İstər tam istədiyiniz, istər tam istəmədiyiniz formada bunu siz çatdırın. Yəni həmin çatdırdığınız anda artıq siz buna cəhd göstərmiş sayılırsınız. Bu da bir praktik məşğələdir. Yəni cəhd göstərin ki, ən azından hər hansısa bir fikrinizi ifadə eləyəsiniz həmin şəxsin qarşısında. Artıq bu getdikcə sizin üçün normallaşacaq. Bir də deyirsiniz tutulmalar baş verir məndə. Mən düşünürəm ki, bəlkə də siz həmin anda desəm birdən tutularam düşüncəsi var sizdə. Yox, desəm tutularam yox. Yox. Bilirsiniz necə bu saat ifadə edəcəm. O fikri tutum beynimdə. Deməli ki, necə? Uca prinsip yaranacaq, inciklik olacaq. Yəni abidalardan qaçırın. Hə, yəni bunları düşünərək deyirsiniz. Bəli, bəli. Bunları düşünərək. Bax, bayaqlarımda düşünmüşəm ki, ayda belə, əgər mən belə, niyə belə demədim? Sonra ardınca gəlir ki, xırdalıqlarla detallara gedirəm. Mən belə desəydim, o mənimlə filan prinsipə aparacaq, o belə edəcək, filan şeylər etməyəcək. Uca illüziyalar qururam beynimdə. Stop deyirəm özümə. Amma Siz hərdən həmin anda, həmin anda super ego ilə qərar verirsiniz. Ümumiyyətlə super ego bizim vicdanımızdır, id bizim ehtiyaclarımızdır. Bu da psixanalizlə əlaqəlidir. Siz həmin anda vicdanınızla qərar verirsiniz ki, birdən kiminsə qəlbini qıraram, amma evə gəldiyiniz müddətdə artıq id öz ehtiyacınızı, axı məni üzdü bu vəziyyət. Sual verirəm özümə. Bəs mənim qəlbim? Axı mən incidim. Bəli. Yəni evə gəldiyiniz zaman deyirsiniz ki, axı mənim ehtiyaclarım, mən onu qırmadım deyə özümü qırıram. Bəli, mən insanları bağışlamıram. Yəni ki, mənim, necə mənim də kimsə məni qınaya da bilər. Hərənin öz fikri, hamıya hörmətlə yanaşıram və mən bəzən də deyirəm ki, mən anında bəzi insanlarla çox şey araşdırsaydım, aydınlaşdırsaydım, yəni aralanıram. Təklikdən qorxmuram, təkliyi çox sevirəm. Yəni elə bil ki, belə də yaxın insanları da olur ki, yaxın yox, qan bağından yox, yəni də ər tərəfdən qohumlar deyək, belə gülməli də çıxsa, yəni tamam kəsib atıram və qətiyyən peşman deyiləm, qətiyyən əsla. Yəni o insan mənim həyatımda olsa, mənə yenə mənim əsəb gərginliyim bir dəfə yaşayırıq da bu həyatı. Mən sənə görə niyə əsəb çəkməliyəm? Həll edib silirsiniz? Yoxsa bir dəfə silirsiniz, həll etmirsiniz? Yox, bir dəfə yox. 2 dəfə şans verirəm deyək. Yəni həll edirsiniz, belə başa düşürəm ki, son dəfə açıqlama, həll danışırsınız, sonra silirsiniz. Bəli, silirəm. Ki, yəni bunu sağlamdır. Çünki yenə də edərsən. Həll etməyib atırsınızsa, bu artıq qaçmadır. Bu da müdafiə mexanizmidir, qaçmağa çalışmaq. Həll etməyib atdıqlarım da var. Çünki o insanlar düzəlməyəcək. Elə insan var, danışığa gəlmir, Aytaç xanım. Bəli. Elə insan var, danışığa gəlmir. Danışığa gəlmir. Amma ən azından danışaraq ifadə edə bilərsiniz özünüzü. Həll olunmasa belə. Fikrinizi... Sonra bəzilərində, belə deyim də, hər bir insan da Allahın bəndəsidir. Bəzilərinin də tamamən deyirsən ki, bu vəbşə mənə heç lazım deyil, mən bununla heç danışığa da getməyim. Elələri heç qətiyyən də, yəni qətiyyən marağımda da deyil. Elələri də olub. Yəni istəyərək də danışığa getməmişəm. Çünki insanın bir dəfə insan incidilir, şəxsiyyətinə hörmətsizlik olunanda onu ne только mən, heç kim bağışlamaz. Anladım. Aytaç xanım, mən də bir söz deyərəm. Bir də xanıma cavab verim. Siz olar. Fikrimi ifadə edeyim, sonra qarışmasın, çox icra edirəm. Hansı xanım idi mənlə danışan? Venera yazılıb, o xanım idi. Venera. Mənə istəsəz yazarsınız. Praktik məşğələlər bacardığım qədər yardım etməyə çalışıram, kömək edərəm. Praktik məşğələlər deyirsiniz ki, yazmağı da sevirəm. Məncə bu sağlam bir şeydir.
istifadə Mən edirəm. praktik məşğələlər ataram sizə, edərsiniz, deyərsiniz. Bir faydası olacağını düşünürəm, əgər işləyənsinizsə öz üzərinizdə. Göndərərəm, edərsiniz. Olar elə. Bəli, nömrəniz qrupda var, bu qrupda. Ə, Nömrəm var, iş nömrəmə yazarsınız ya da Instagram səhifəmə yaza bilərsiniz. Baxın, hansı uyğundursa, ora yazarsınız. Ha, Instagramda elə Aytac İsmailova gedirsiniz. Atılacaq qrupa, göndəriləcək. Oy, oldu. Çox sağ olun, təşəkkür edirəm. Mən Mən o təşəkkür edirəm. yazaram sizə. Elnarə xanım idi, səhv etmirəmsə, bayaq danışan. Buyurun, eşidirəm. Danışmırsınız. İncidir qaliba məndən. Kimin sualı varsa verə bilər. Çətə baxım. Çətdə də yazılıb bayağı bir şey. Bir sualım olacaqdı deməli, mən yad biri. Yaxud nəyisə bir şey izah etməyə çalışanda danışa bilmirəm. Yəni fikrimi izah edə bilmirəm. Ürəyim tez-tez döyünməyə başlayır. Nəfəsim tükənir, titrəmə gəlir. Bu nə üçündür? Yaxud bunu necə aşa bilərəm? Bir dərs elə danışmaq istəyəndə unuduram, sözləri gətirə bilmirəm. Panik atak ola bilər, təşviş pozuntusu. Bir dəqiqə. Adi bir dərs belə danışmaq istəyəndə unuduram, sözləri gətirə bilmirəm. Amma özümü çox yaxşı danışıram, həyəcan basır. Bunu belə səslə danışmaq istəyərdim, amma bilirəm, fikrimi izah edə bilməyəcəkdim, danışa bilməyəcəkdim. Bunu deyəsən kim yazıb? Bunu İlahə Hüseynova yazıb. Demək, hər hansısa bir situasiya yaşamısınızmı? Ümumiyyətcə, həmişə bir sorğulayın. Bir probleminiz varsa, həmişə sorğulayın ki, bir situasiya yaşamışammı bununla bağlı? Və yaxud da ailəmdə belə bir şey yaşamışammı? Bunu sorğulayın həmişə ilk olaraq. Bir dəqiqə xanımın yazdığı hara getdi? Hə. Birinci sorğulayın. İkinci olaraq da və yaxud da əgər ailədə baş vermirsə, məktəbdə baş veribmi? Deyirsiniz ki, dərs danışdığım anda ürəyim tez-tez döyünməyə başlayır. Yəni dərs danışdığınız zaman tənqid olunmusunuzmu heç və yaxud da uşaqlar tərəfindən heç gülümsənmə olubmu? Yəni danışa bilmirsən və yaxud da lağ olunubmu? Bunları sorğulayın. Ə, Bu kimi hallara mən daha çox praktik məşğələlər verirəm. Nəfəs texnikaları, belə relaksasiya, yəni rahatlama texnikaları. Bunlara daha çox nəfəs məşqləri lazımdır ki, o həyəcan itsin. Elə özümdə də psixoloq olmağıma baxmayaraq, məndə əvvəllər var idi, tez-tez döyünmə falan. Yəni özüm də bu şəkildə aşmışam. Texnika, məşq, yenə psixoloji seanslarda da məşq çox önəmlidir. Çünki dediyimiz kimi düşüncələr, emosiyalar davranışlara təsir göstərir. İlk öncə düşüncələrimizi dəyişirik. Düşüncəni dəyişdikdə davranış dəyişir. Düşüncə olaraq da sizdə bəlkə də formalaşır ki, bacarmaram, ürəyim yenə döyünəcək. Bunlar artıq sizdə düşüncə olaraq formalaşdığı üçün emosiya, hiss olaraq sizə artıq ürəyiniz döyünməyə başlayır, fiziki olaraq xüsusiyyətlər özünü, simptomlar özünü göstərməyə başlayır. Bu da davranışa özünü təsir göstərir. Bu şəkildə. Uşaqlarda özgüvən testini əsasən neçə yaşda yoxlamaq lazımdır? Yetkinlik yaşında yoxlanılması düzgündür. Uşaqlarda özgüvən testini əsasən neçə yaşda? Özgüvən testini işləmək olar. Tam olaraq öz uşağınızla bağlı soruşurdunuz, ya necə? Test yoxlamaq olar. Uşaqlarda uşaqlarla işləyərkən daha çox əyləncə yönümlü işləyirik ki, daha rahat informasiya ala bilək uşaqlardan. Utandırdığım üçün yox deyə bilmirəm kiməsə bu nə? Utandığım üçün yox deyə bilmirəm kiməsə bu nə ilə bağlıdır? Yəni yox desəz nə ola bilər? Hər zaman ən pis halını düşünün. Yox desəm nə ola bilər? Yəni nə ola bilər yox desəm? Məni tənqidmi edəcək? Məndən uzaqlaşacaqmı? Sonra yenə sorğulayın. Məndən uzaqlaşsa nə olacaq? Nə itirəcəm? Yəni biz buna sokratik sorğulama deyirik psixologiyada. Sorğulaya-sorğulaya gedirsiniz, dərinə enirik sonra. Davam edək, zəhmət olmasa. Çox sağ olun, təşəkkür edirəm. Bəli, övladım üçün. Aha. Tam olaraq neçə yaşı var idi? Müəllim, birdə səs dəyişə bilirsiniz, gözəl danışma edirsiniz müəllimlərlə. Birdə səs dəyişə bilirsiniz, gözəl danışma edirsiniz. Müəllim, birdə səs dəyişə bilirsiniz, gözəl danışma edirsiniz müəllimlərlə.
Tam olaraq nə demək istədiniz anlamadım. Çox sağ olun. 8 yaşı var. 8 yaşı var, test də işləyə bilərik. Əyləncə yönümlü. Gördük ki, məlumat ala bilmirik, informasiya ala bilmirik. Əyləncə yönümlü. Çünki uşaqlar əyləncə yönümlü ilə daha çox cavab verməyə meyllidir. Yəni bu şəkildə də söz ala bilirik ağızlarından. Yəni istədiyimiz nəticəni almaq üçün. Danışığın dəyişirsiniz. Danışıq falan dəyişməmiş. Tam anlamadım yenə də. Başqa sual varmı? Elnarə xanım səhv etmirəmsə sual verirdi. Elə xatırlayıram. Yanlış mı xatırlayıram? Aytaç xanım, Venera xanımın sözünə qüvvət mən də vermək istəyirdim. Eyni yaşlardayıq. Dediniz ki, bayaq da təlim boyu dediniz ki, balaca vaxtlarımızdan, biz uşaq vaxtlarımızdan aldığımız travmalardan Venera xanım da nənəsi ilə babası da yaşadığı üçün heç vaxt etiraz eləməyib də böyüklərimizdən mən özüm də belə bu nəticəyə gəldim. Böyüklərimizə etiraz eləməmək, həm müəllim ailəsində olub da, həm böyük nənə baba yanında böyüdüyü üçün elə bu indi də yəni ki davam eləyir bu xarakter ki, heç kəsə etiraz eləməsin, yox deyə bilməsin. Məndə də əvvəllər belə oldu. İndi siz Venera xanım demişkəndən öz üzərimdə işlədikcə bu xüsusiyyətləri mən də aradan götürmüşəm. Kimsə çoğu vaxtı insanların sənə etirazı olur, sənə bəyənməməyi olur. Onlar elə bir ki, insanları biz özümüzü narahat eləyir də, bizi aşağı səviyyəyə aparır, aşağı salır. Ona görə onlara etiraz eləyə bilmirik. Ancaq belə hallarda mən öz üzərimdə olan çalışmaları deyərdim ki, sakit qalmağı belə tərcih eləyirəm də, özümə yəni sakit qalıram. Yavaşca həmən insanlara cavabımı verirəm, çox vaxtda cavab vermirəm. Yəni özümü sakitləşdirirəm də belə ki, həm də öz cavabımı orada verirəm ki, mən haqlıyam da, haqlı olan yerdə gərək susmayaq da, yəni ki, öz fikrimizi də bildirək. Bunu demək istəyirdim. Aha. Çox sağ olun, söz verdiniz. Çox gözəl, qəşəng açıqlama verdiniz həqiqətən. Bir də etiraz etmə məsələsinə gəldikdə, bu artıq dedik axı, 6 yaşına qədər məsələn formalaşırsa, etiraz edə biləcəyi bir şey deyil. Niyə? Çünki özü də fərqində deyil uşaqlıqda bunun. Amma bəli, indi dəyişə bilərmi? Dəyişə bilər. Dəyişmək mümkündür. Üzərində işləyən xanımdır. Siz də belə başa düşürəm ki, üzərinizdə işləyən xanımsınız. Çox gözəl də məlumatlar verdiniz. Çox sağ olun. Həqiqətən. Olarmı Aytaç xanım? Buyurun, bəli. Elnarə xanım, təşəkkür edirəm. Gözəl açıqlamaydı. Mən yox deyirəm insanlara. Mən yəni yoxu, yəni də mən heç kimin yükünü götürmürəm. Yox deyirəm insanlara. Və mən nənə baba yanında da yaman bir nəvə olmuşam. Yəni öz istədiyimi yeridən, necə deyim, kaprizli bir nəvə olmuşam. Yəni belə böyümüşəm. Amma indi yox deyirəm. Sadəcə mənim problemim bir insan, yəni çox insanları da görürəm, yəni sözün belə ego kimi çıxmasın, həsəddən və yaxud nədənsə istəyirlər ki, insanı nəsə lori dildə desək, iynə batırsınlar adama. Ondan irəli gəlir. Amma yenə də yəni adama təsir edir də. Münaqişələrdən qaçırsınız da məsələn, münaqişə eləmək istəmirsiniz. Gözəl vurğuladınız. Münaqişədə anında münaqişədən qaçıram, amma sonra Elnarə xanım bir də görürsünüz ki, səhəri günü böyük bir münaqişə yaradıram həmin insanla. Amma mən tələb eləməyə çalışırsınız ki, həqiqətən də çox vaxt insanlar haqsız olurlar. Ona görə desən ki, münaqişə eləməyim, ancaq görürsən ki, mütləq bir sözünüzü deməlisiniz ki, bu belə deyil idi də, yəni ki, ümumiyyətlə haqsızlığa görə. Yəni görürəm ki, yox da, yəni ki, mən bunu qəbul edə bilmirəm. Qəbul edə bilməyəndə, amma bəzən olur psixologiyada da var ki, hadisəni qəbul etməlisən. Yəni ondan sonra qəbul edirəm də həmin adamı. Bəli, qəbul edib buraxmaq. Hər bir şey, yəni də o doğrudan da tamam vəziyyət dəyişir. Çox sağ olun, təşəkkür edirəm. Mən də təşəkkür edirəm Aytaç xanıma da gözəl təlim üçün. Yenə də təkrar təlimlərinizi gözləyirik. Var, yenə təlim var, 28 də var. Elə tam sizlikdir, gəlin qoşulun. Düşüncəni dəyişlə bağlı bir təlimdir. Qoşulsanız həqiqətən çox xoş olar. Mənə belə müzakirə edən insanları çox sevirəm. Müzakirə edən insanları çox sevirəm. Ən azından hiss edirəm ki, təlimdə aktivlik var. Çox gözəl həqiqətən. Burada, elə bir ki, müəllim danışıram, səsim xoşuma gəlmir. İstəyirəm ki, səsim gözəl olsun, uşaqlarla gözəl danışım. Məşqlər edə bilərsiniz, məsələn. Kitab oxumağı sevirsinizsə, əgər kitab oxuyun.
Bu zaman bəlkə nitqinizi düzəltməyə çalışarsınız, səsinizi. Bir də səs deyəndə ki, tam olaraq bir səsimiz var da bizim. Ən azından nitqimizi dəyişə bilərsiniz, nitqi biraz düzəldə bilərsiniz. Yəni səsə bir şey deyə bilmərəm mən tam olaraq. Bir də yəni bunu qəbul edin. Yəni səsiniz çox pis olsa belə bunu qəbul edin ki, bu mənim səsimdir. Nitqinizi düzəldə bilərsiniz. Mhm. Belə. 28 də təlimim var. İstəsəz qoşularsınız. Səhifəmdə paylaşıram. Baxa bilərsiniz səhifəmdə. Və yaxud da sualınız olarsa səhifəmdə baxaram. Bu şəkildə. Belə başa düşürəm ki, suallar bitdi. Hı. Kitab oxumağı sevirsinizsə, gələn təlimdə kitablarla bağlı da danışacağam. Yəni nümunə olaraq göstərəcəm. Düşüncə kitabları ilə bağlı. Bəli, Orada kitab baxarsınız. Olar da Aytaç xanım. Hə. Olar da. Aha, oxuduğum kitablarla Aytət bağlı. xanım, Bəli. Buyurun, kim idi? mən Xuramandır, Hə, sizi buyurun. narahat eləyən. Salam, buyurun. Bir sual vermək istəyirdim. Buyurun. Bu özgüvənlə bağlı da, bu Aha, buyurun. özgüvən deyəndə bir növ sərhədləri çəkmək də nəzərdə tutulurmu? Yəni bir-birinə bağlıdırmı? Çünki doğru sağlam sərhəd qoyulduqda, yəni Aha. insanın özgüvəni də yox deyə bilmək məncə sərhədlərlə bağlı olan bir şeydir də. Yəni insan yox deyib özünə dəyər verirsə və sərhəd qoyursa, sağlam sərhəd. Yəni bu da məncə özgüvənə aid olur. Düzmü anlayıram? Yoxsa Biraz açsanız daha gözəl olar. Tam da açın bir də. yəni özgüvənin sərhədlə bağlıdırmı? Yəni belə deyək, qısaca sual olaraq. Yəni sərhədimi qoruya bilirəmsə, sağlam özgüvənliyəm. Bunu deməyə çalışırsınız? Bəli, onu soruşuram, bəli. Bəli, sağlam, yəni sərhədlərimi qoruya bilirəmsə əgər, sağlam sərhədləri qoruya bilirəmsə, özgüvənliyəm deməzdim tam, amma yəni bu özgüvənin bir xüsusiyyəti sayaram. Çünki Yəni orada siz məsələn demisiniz yox deməyə, xeyir deməyi bacarmaq. yenə Çünki bir bunu xüsusiyyət kimi əsasən sadaladım, bəli. Deyə bilmərik hə, ki, hə, sərhədini qoruya bilir, o da demək ki, özgüvənlidir. Çünki elə bir şəxs ola bilər ki, sərhədini qoruya bilir, amma ki, özgüvən əksikliyi var. Sadəcə sərhədini qoruyur. O şəkildə göstərməyə çalışır özünü. Bəlkə daxili özgüvənsizdir. Belə. çox sağ olun Sağ məlumat verdiyiniz olun. üçün. Sağ olun. Ə, bir dənə çətə bir dənə təzədən baxaq. Sual yoxdursa bitirək. Nə başa düşdüm, sual yoxdur. Çox xoş təlim oldu mənim üçün həqiqətən. Çox maraqlı müzakirə olundu. Testlərin nəticələrini də çox bəyəndim. Həqiqətən sevindirici bir nəticədir. Yəni nə pis, nə belə çox yüksək olması da, yəni çox yüksək olsun yox, amma ortalama çox yaxşı idi, yəni nəticələriniz. Belə chat bölməsinə kimsə nəsə yazdı. Hə, slayd atılacaq. Slaydlarımı əslində atmıram, təlim slaydlarımı. Çünki ə, atmıram. Şəxsidir, yəni belə testləri istəsəz falan ataram, ya SS eləmək istəyirsiniz ataram. Çünki slaydımı bəzən atanda bunu öz slaydları kimi təqdim edirlər bəziləri. Ona görə istəmirəm atmaq. Belə hər hansısa səhifəni SS eləmək istəyirsinizsə götürə bilərsiniz özünüzə. Belə. Hı. Mən təşəkkür edirəm. Bu qədər deyəcəyim. Bitirək Xədicə xanım. Dəvətimizi qəbul edib gəldiyiniz üçün Aytaç xanım sizə təşəkkür edirik. Bəli, bitirə bilərik. Hə, başda. Sağ olun. Gələn təlimdə görüşərik. Gecəniz xeyrə qalsın. Belə. Gecəniz xeyir. Sağ olun.